Mart ayında Bakı hava şəraiti olduqca qeyri-müəyyən keçdi. Ayın əvvəlində şaxtalı və qar yağışlı günlər müşahidə edildi. Daha sonra temperatur sürətlə yüksələrək orta günlərdə sanki yay aylarını xatırladan günəşli və mülayim hava hökm sürdü. Ayın sonuna yaxın isə hava yenidən dəyişkən xarakter aldı, güclü küləklər, ara-sıra yağıntılar və buludlu günlər üstünlük təşkil etməyə başladı. Bəs martın son günlərində Bakını hansı hava şəraiti gözləyir? Qar yağması mümkündürmü, yoxsa mülayim yaz havası davam edəcək? Yeni Sabah az bu haqda araşdırıb mövcud hava proqnozlarına əsasən ayın son günlərində Bakıda əsasən dəyişkən və küləkli hava proqnozlaşdırılır. Temperatur gündüz saatlarında 7-19 dərəcə arasında dəyişəcək. Martın 24-də yağış və çiskin ehtimalı var. Ancaq ümumilikdə günlər əsasən mülayim keçəcək. Sinoptiklər Bakıda qar yağma ehtimalını çox aşağı qiymətləndirirlər. Beləliklə martın son günlərində Bakı sakinlərini əsasən buludlu küləkli, bəzi günlərdə isə yağışlı hava gözləyir. Bununla belə hava şəraitində ani dəyişikliklərin olacağı mümkündür.